إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Mən ağlayıram ona ki, bu kəramətli əllər necə bir gün torpaqlar altında qalacaq. Huvellezî yusalli aleykum ve melâiketuh. Kəramətli əlləri kəsdilər, apardılar, satdılar bir üzükdən ötürü. Onlar yaxşı bilirlər ki, bizim şəriətimizdə, bizim dinimizdə elə bir sual yoxdur ki, onun cavabı olmasın. Qəmxarinəm, ay Kərbəlam, bimarinəm, ay Kərbəlam, hər bir gecə sübhə kimi bidarinəm, ay Kərbəlam, ay Kərbəlam, ay Kərbəlam. Dedi, kimin borcu varsa mənə şəhid olmasın. Ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Əûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا هو الذي يصلي عليكم وملائكته هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور الله وكان بالمؤمنين رحيما الله تحيتهم يوم يلقونه سلام الله ما شاء الله وأعد لهم أجرا كريما الله تحيتهم يوم يلقونه سلام الله وأعد لهم أجرا كريما الله يا أيها النبي إنا أرسلناك شاهدا
شاهدا ومبشرا ونذيرا الله وداعيا إلى الله بإذنه وسراجا منيرا الله وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله الله وكفى بالله وكيلا الله ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله الله وكفى بالله وكيلا صدق الله العلي العظيم Allahümme salli ala Muhammed ve ali Muhammed. Ey məhəbbət mülkünün sultanı Mevla ya Hüseyin. Ey adı hər dərdimin dərmanı Mevla ya Hüseyin. Ey ürək qanin edən şevq ilə Qur'ana nisar. Ey verən kərbü bəlada dini həqqə etibar. Zulmə baş əgməyən əhli vilayə iftixar, səndədir eşq əhlinin rizvanı Mevla, ya Hüseyin. Bağışlayan və mehriban uca Allahın adı ilə, Allahın salavat-ı səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz sizləri. Natiq-i Quran verilişində biz yenə də siz əziz izləyicilərimizin xidmətindəyik. Uca Allahdan, mehriban Allahımızdan istəyimiz budur. Allah bu xidməti bizlərdən ali dərəcədə qəbul etsin inşallah. Yenə də mən möhtərəm qonaqlarımızla siz əzizlərin xidmətində olacaq. Mən istərdim əvvəl qonaqlarımızı sizə təqdim edim və onlar salamlaşsınlar, sonradan inşallah mövzumuza başlayacaq. İlk öncə istərdim əziz ruhanimiz, ilahiyyatçı qarimiz Hacı Əzzaman ki, əksəriyyət üzə tanış simadır. Hacını salamını eşidək və sonra növbəti qonağımızı sizə təqdim edeyim. Salam Hacı, xoş gəlibsiniz. Aleykümselam və rəhmətullah. Çox sağ olun Seyyid Əli qardaşım və gözəl əhl-i beyt məddahımız, gözəl qarimiz Rəmzi qardaşıma Allahın salamı olsun. Təşəkkür edirəm. İmam Hüseyin əleyhissalamın adına qurulan bu mənəvi ziyafətdə bizdə dəvət eləmisiniz. Allah dünya və axirətinizi xeyirli eləsin. Allah bizi İmam Hüseyin ağanın və əhl-i beytin yanında heç vaxt utandırmasın. Amin inşallah. Allah köməyiniz olsun. Təşəkkür edirəm Hacı. Növbəti qonağımız bizim əhl-i beyt məddahi və əhl-i beyt Rozəxanı. Əziz qardaşımız Rəmzi Orucoğludur. Əhl-i beyt Rozəxanı olmaq çox böyük bir, şərəf verici bir doğrudan sahədir. Nə xoş o insanların halına ki, əhl-i beyt onlara inayət edib, onlar əhl-i beytin Rozəxanıdırlar. Mən istərdim əziz Rəmzi Orucoğlu qardaşımıza sözü verməmişdən əvvəl Rozəxanlar haqqında bir söz deyim, Mərsiyə xanlar haqqında ki,
əksəriyyətləri onu ilə tanışdı. Allah ruhu şad eləsin, məqamı alidir, mütali eləsin. Əllamə Təbatəbai dedi, mən hazıram, nə qədər indiyənə qədər xidmət eləmişəm, o xidmətimi bir mərsiyə, xalis Mərsiyə xanın, Nuhə xanın, Nuhəsinin savabı ilə dəyişəm. Allah bu iftixarı sizə verib, nə xoş sizin halınıza və sizlər Əhl-i Beyti doğrudan yad eləyirsiniz mərsiyələrlə, rozaxanlarla. Buyurun, xoş gəlirsiniz. Mən də öz növbəmdə siz əzizlərimizi salamlayıram. Başda ustadımız Hacı Ərzaman və siz əzizimiz Seydimiz. Allah var eləsin ki, məni də bu xidmətdə bir pay ayırmışsınız. Təşəkkür edirəm və əziz izləyicilərimizi salamlayıram. Allah bizi Quran və Əhl-i Beytdən kənar salmasın inşallah. Təşəkkür edirəm sizlərə. Amin inşallah. Bəli, əziz izləyicilərimiz, inşallah biz bu verilişimizdə həm əziz hacımız, ilahiyyatçı qari, ruhani, Hacı Ərzamanın sözlərini eşidəcək İmam Hüseyin əleyhissalam haqqında, Quran haqqında və həm də əziz Rozə xanımız, Mərsiyə xanımız, Əhl-i Beyt Məddahı Rəmzi Orucoğlunun da təqdim edəcəyi Mərsiyə və Nuhələri eşidəcək inşallah. Öncə istərdim əziz ruhanimizə bir neçə sual ünvanlayım ki, o da biz bu suallarımızı cavablandırsın. İmam Hüseyin əleyhissalam, mövzumuz budur. İmam Hüseyin əleyhissalam özü və aşurası Qurana hansı xidmətlər elədi? O xidmətlərdən biri Qurana əməli təfsir idi. Yəni, əməli ilə Quranı təfsir edirdi. İstərdim əziz hacımız ilk olaraq bu sualı cavablandıraq ki, Qurana əməllə təfsir eləmək, Quran ayələrini əməllə təfsir eləmək nə deməkdir inşallah? Ya Allah, bismillah, sizdən eşidək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala nebiyyina və alihi tahirin. Və la'netu daimetu ala a'daihim və munkiri fadailihim və gasibi hukukihim ecma'in. Minəl ana ila liqai yevmiddin. Sual çox dərin şaxəlidir. Həm çox mühüm mövzudur və eyni zamanda da Qur'anı başa düşmək üçün gərəkdir ki, biz Qur'an müəllimlərinə müraciət eləyək. Qur'an-ı Kərimin bir nəzəri, qanunları Qur'an-ı Kərimdə cəm olub. Qabağımızda olan bu 604 səhifədən ibarət olan Qur'an-ı Kərimdə Allah Teala xülasə şəkildə də olsa şəriətin ən vacib, ən lazımlı olan məsələlərini orada qeyd eləyib. Lakin onların necə olmasını, necə idarə olunmasını, necə icra olunması üçün bizi yönləndirir Peyğəmbər ailəsinə. Bəli. Çünki belə bir misal çəkək də, görürsünüz bir dənə məişət əşyası alırsan, yazırlar ki, qeydiyyatında yazırlar ki, əgər bizim tərəfimizdən göndərilən ustanı kənara qoyub özün bu işə müdaxilə eləsən, zəmanət götürülür üstündən. Kitabı var, oxumuşam, nəsə bilirəm, amma o işin təcrübədə necə quraşdırılmasıdır, onun mən mütəxəssisi deyiləm. Gərək mütəxəssis gəlməlidir. Şəriətin hökmlərini əgər biz Əhl-i Beyti qoyub özümüz Qur'an-ı Kərimə başlasaq izah verməyə, təfsir verməyə, biz Allahın dinini bərbad günə qoyarıq. Yəni məhv eləyərik. Və o adamlar ki, deyir ki, bizə Quran kifayət eləyir, Əhl-i Beyt bizə lazım deyil. Göz qabağındadır ki, nə böyük uçurumlar içərisindədirlər, nə böyük ciddi suallar qabağında acizlə o sualın cavabını verməyə. Amma kim ki, Əhl-i Beyt əleyhissalamın dediyi xətlə gedirsə və onları özünü nümunə götürürsə, onlar yaxşı bilirlər ki, bizim şəriətimizdə, bizim dinimizdə elə bir sual yoxdur ki, onun cavabı olmasın. Və bilirsiniz də, siz də gözəl bilirsiniz ki, bizim görkəmli mütəfəkkirlərimizlə, Əhl-i Beyt yolunun ardıcılları ilə dünyanın müxtəlif elm sahibləri elmi müzakirəyə, deməli, debata gəlib çıxardıbdır və öz məğlubiyyətlərinə etiraf edilmək və həqiqətən də İslam bütün sualları cavablandırır. Ki, Əhl-i Beyt yolundan ayrı olanlar bu sualların qabağında aciz olurlar, cavab verə bilmirlər. Qur'an-ı Kərimin izah verəndirlər bunlar. Qur'an-ı Kərimin Allah Teala deyir ki, öyrənmək istəyirsiniz, bu ailəyə müraciət eləməlisiniz.
Fəsəlu əhlə zikr in kuntum la ta'lemun. Bilmədiyinizi zikr əhlindən soruşun. Ki, ən böyük zikr əhlinin birinci nümunəsi Peyğəmbərin ailəsidir. Vəhi nazil olan evdir. İmam Hüseyin əleyhissalatu vəssalam Peyğəmbərin övladları birinci bunu özlərində doğrultmalıdırlar ki, biz və digərləri, bütün bəşəriyyət onlardan nümunə götürsün. Nümunədə heç vaxt səhv olmaz. İllət. Allah ona görə deyir ki, Quran-ı Kərimdə وَلَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهُ وَالْيَوْمَ الْآخِرِ. Peyğəmbər nümunədir sizə. Nümunədə səhv olmaz. Müəyyən bir insanlar yapdı ki, Peyğəmbər də günah eləyir. O da bizim kimi bir insan idi. O da bizim kimi günah eləyirdi. Bu Peyğəmbərə hörmətsizlikdir, ən böyük hörmətsizlikdir. Nümunədə əgər səhv olsa, onda biz kimə baxa İslam öyrənək? Bir şəxsdə ki, özü səhv buraxırsa, özü günah eləyirsə, özü Allahın əmrlərini yetirməkdə səhlənkarlıq eləyirsə, məhəl qoymursa, bir gün deyir ki, mən səhv elədim, bir gün deyir ki, düz elədim. Yaxşı, hansı düz idi, hansı səhvdir? Bunu ayrı eləməkdə biz özümüz çətinlik çəkəcəyik. O insanın isməti də gedir, paçlığı da gedir, müqəddəsliyi də gedir və müqəddəs insanların olmamaqlığı böyük bir suallar yaradır. Və insanlar da bunun nəticəsində İslama qarşı məhəbbətləri, meylləri də zəifləyir. İmam Hüseyin əleyhissalam gərəkdir bu işi öz öhdəsinə getirsin. Quran-ı Kərimin ayələrinin mütəxəssisi İmam Hüseyin əleyhissalam. Ümumiyyətlə Əhl-i Beyt. Çünki bizim mövzumuz ki, İmam Hüseyin ağanın məhərrəmliyi ayıdır, İmam Hüseyin ağanın həyatıdır. Yəni İmam Hüseyin əleyhissalamda hamını tapmaq olar. Böyük alimlərin bir dənə sözü var. Çox dərin sözdür və çox da mən ona həmişə zövq alıram. Deyir ki, Kərbəla Füruidinin qısa formasıdır. Elə. Hər şey baş verdi, doğrudur, düzdür. İmam Hüseyin əleyhissalamın həyatına baxır. Da bu Kərbəlayı gələnə qədər Mədinədə yaşadığı vaxta götürük. Fərdi olaraq, hələ mən fərd olaraq deyirəm, fərdi mömin olaraq götürürəm. Sonra ictimai xidmətlərindən danışarıq. Fərdi mömin, Allah Quran-ı Kərimdə deyir ki, namaz qılanlar, möminlər, namaz qılan demir, möminlər, Müminin surəsinin əvvəlini deyir, qad əfləhəl müminun, möminlər əbədi saadəti əldə eləyəcəklər. Əbədi saadət olar sondur. Sonra başlayır xüsusiyyətlərini saymağa. Namazlarında xuşu halında olurlar. Xuşu yəni ki, namazda Allahdan başqasından əlaqələr qırılır. İmam Hüseyin ağanın həyatına bağırsan, namazına bağırsan ki, dillər əzbəridir. Peyğəmbərin sahabəsi deyir ki, biz Hüseyin ibn Əli ilə gəldik Bəqi qəbristanlığına, gəldi dayandı Həzrəti Xədicənin, nənəsi Həzrəti Xədicənin qəbrinin kənarında ağladı. Sonra dedi ki, mənə ki, istəyirəm biraz aralı olasan məndən. Bildim ki, istəyir ki, münacat eləsin İmam Hüseyin. Peyğəmbərin balası da 2 rəkat namaz qıldı. Namazı qılandan sonra şeir üslubunda Allaha münacat elədi. Ya Rabbi, əntə Mevlay, Ubeydukə iləykə şəkvay. Şeir genişdir. Çox ləzzətli bir şeirdir. Allah şahidindir. Siz elm xatimisiz. Ərəbində maşallah gözəl bilirsiniz. Ərəb şeirlərinin özünün təbiəti var ki, adamı dartır, bağlılığı var sözlərinin. İmam Hüseyin dilindən gələndə necə olar? Sahabə deyir, Peyğəmbər sahabəsi deyir. İndi mən ona görə adını unutmuşum, ola bilsin. Ya Ənəs ibn Malik deyir, Malik ibn Ənəsdir. Deyir ki, gördüm, deyir, Kəbənin Rəbbinə and olsun. Allahın izzət və əzəmətinə and olsun ki, Hüseyni göydən cavab gəldi. Abdi, əntə fi kənəfi. Sən mənim himayəmdəsən, qorxma Hüseyin. Sən mənim qulumsan. Allahla münacat et. Bəhbə, hələ bu indi 2 rəkat müstəhəbbi namaz qılıb. İndi gör bunu ağanın vacibi namazları nə ləzzətlə olur, nə şovqla olur. Sonra baxaq Quran-ı Kərimin növbəti ayələrinə. وَالَّذ۪ينَ هُمْ لِلزَّكَاتِ فَاعِلُونَ. Bu artıq ictimai bir şeydir. Fərdi budur ki, namazdır. Artıq bundan bu yana gəlir ictimaidir. Bəndənin ictimai fəaliyyəti, ictimai xidməti. Zəkatlarında fəaldılar. İmam Hüseyin daha nə verməmişdi? Nələr vermədi? Hələ mən Kərbəlandan danışmıram, can zəkatından danışmıram. İmam Hüseyin əleyhissalam, qardaşı İmam Həsən əleyhissalam kimi dillər əzbər idi Mədinədə xeyirxahlığı ilə. Bir nəfər gəldi, borc içində idi. Dedi, mən kimin qapısına gedim? Mən necə bu bəladan xilas olum? Dedilər, get Peyğəmbər balası Hüseyin ibn Əlinin qapısına. Oradan hələ heç kəs əli boş qayıtmıyor. Gəldi, şeirdən bir bənd şeir. Dedi ki, şeirin xülasəsini deyirəm ki, deyir,
fikirləşdim, üzümün suyunu harda axıdım. Fikirləşdim ki, Peyğəmbər balasının yanında gedəm, üzümü axıdaram. O üzüm bizim hədislərdə var ki, sıxıntın olanda etibarlı mömin adamın yanına müraciət elə ki, abrun qorusun səni. Yəni, abrun həyan gedməsin, izzət və şərəfin ayaqlar altına düşməsin. Cəmaat sənə zəlil gözündə baxmasınlar. O şeiri deyəndən sonra İmam Hüseyin əleyhissalam bildi ki, onun sıxıntısı var da, borcu var. Nöşərinə tapşırdı ki, evdə, evimizdə nə qədər pul var? İndi hər miqdarda. Hamısını gətir bur. İmam Hüseyin çıxmır qapıya. Əlini uzadır çölə. Onu razı salır. Şeirlə də cavabını verir ki, sən bildirəm, üzün suyu möhtərəmdir. Sən nə üzvün suyu tökmüsən, nə biz sən utandırmışıq. Yəni, qətiyyən narahat olma. İmam Hüseyin bunu verəndən sonra o adam başlayır hönkürdüyün ağlamağa. Ağa dedi ki, bax, mən sənə dedim ki, bizim verdiyimiz azdır. Bizim gücümüz buna çatır. Əla bir şey verib. Yəni, bütün ehtiyaclarını tam təmin edir. Böyüklər verdikləri şey az bilirlər həmişə. Bağışda azdır. Amma nəyə görə ağlayırsan? Dedi, ya Əbu Abdullah, yox, mən ona görə ağlamıram ki. Sənin verdiyin tamamilə mən ehtiyacımı təmin edir. Borclarımı da bağlaya bilərəm, ailəmi də yaxşı dolandıra bilərəm. Amma ağlayıram ona görə ki, sənin cəddin Rəsul-i Əkrəm deyir ki, bu əllər bir gün gələcək, qanına qəltan olacaq, bu əllər bədəndən ayrılacaq. Mən deyirəm, o səxavət əllərini keçəcəklər, o halı yadıma salıb ağlayıram. İmam Hüseyin ağanın zəkatı. Hələ bir zəkatından bir dənizdən bir damcı. Sizin sözünüzə qüvvət olaraq mən bu əhvalata o bənzər bir şey İmam Hüseyin əleyhissalam haqqında eşitmişəm. Sizin o dediyiniz şeir. Deyir, gəlir qapıda şeir deyir. Deyir, İmam Hüseyin əleyhissalam çağırır ev əhlin. Deyir, qapıda dayanan bir adamdır ki, bizi yaxşı tanıyır. Nə yüz var, gətirin qoyun bu parçanın arasına. Çünki o bizi elə tanıyır ki, o ki, buradan yəni layiqli şəkildə getməlidir. Deyir, İmam Hüseyin əleyhissalam, o ustadımızdan eşitmişdim mən onu, deyir, gətirir qapının üstündən belə verir bunu. Deyir, o başlayır, bir yerdə rast gəlir ki, deyir, başlayır saymağa. Biri oradan qulam deyir ki, nəsə satmısan sən, sayırsan, deyir, hə, üzümün suyunu satmışam. O sizin dediyiniz şeiri. Biri də odur ki, deyir ki, mən ağlayıram ona ki, bu kəramətli əllər necə bir gün torpaqlar altında qalacaq. Maraqlısı buradadır ki, torpaqlar altında qalacaq, yox, 3 günlər qabağında qaldı. Və ondan əlavə o kəramətli əlləri kəstilər, apardılar, satdılar bir üzüydən ötürü. Doğrudan, həqiqətən bu insanlar, bu şəxsiyyətlər bu dinə xidmət eləmək üçün nəinki var dövlətlərindən, canlarından da keçiblər. Canları ilə də belə xidmət eləyiblər. Doğrudan çox böyük. Yəni, bunlar elə bir məsələdir ki, Allah sizin ömrünüzə bərəkət versin. Elə bir məsələlərdir ki, doğrudan insanlar gələk, bilələr və belə insanları tanıyalar. Mən söhbətimizi burada saxlayıb, əziz bu Əlvit Mərsiyə xanına istəyirəm söz verəm və sonra inşallah mövzumuza qayıdacaq. Buyur əzizim, söz səndədir. Allah köməyin olsun. Sallallahu aleyke ya Aba Abdullah ya Hüseyin ya Abdullah günlerdeki Zahra balası qana batıbdı. Günlerdeki Zahra balası qana batıbdı. Nazilə Hüseyin qanlı biyabanda yatıbdı. Günlərdir ki Abbas adı dillərdə qalıb ya Bəlfəz.
Günlerdi ki Abbas adı dillerde kalıbdı. Kollar düşüp perçemi ellerde kalıbdı. Kollar düşüp perçemi ellerde kalıbdır. Ya Abdillah sen ya Mevla sen Hanım Zeynep'in dilinden Hüseyin anam oğlu kardeşsin. Ben bura gelmiş idim izzetleyen yaverilen sen. İndi gedirem şimri cefa perverilen Şimri cefa perverilen Anam oğlu sen dur dua eylemeni bu kesilen ellerle yaralar ve kurban sen ya Mevla sen Hüseyin aramizanım Hüseyin ruhu revana. Allah razı olsun. Allah qəbul eləsin inşallah. Allah bu gözəl mərsiyəni, nohəni ali dərəcədə qəbul etsin inşallah. Bəli, bizim mövzumuz, sözümüz İmam Hüseyin əleyhissalamın özü və aşurası, qiyamı, Quran və Quran dəyərlərini hansı xidmətləri edib, onların haqqında giriş olaraq əziz hacımız ruhani gözəl məlumatlar verdi. Növbəti sual olaraq hacı istəyirəm bunu deyəm ki, İmam Hüseyin əleyhissalamın ki qeyd elədi ki, İmam Hüseyin əleyhissalam ən layiqli insan idi. Bu dəyərləri bunları təfsir eləməyə, Quranı açıqlamaq üçün bu Əhl-i Beyt, yəni ən layiqli insanlardır. Çünki onlar o Quran nazil olan evdə böyüyüblər, onlar Quran ruhiyyəsi ilə yaşayıblar, onların Quran canlarına, qanlarına hopub, bizim belə el dilində desək. İmam Hüseyin əleyhissalamın əməli təfsir geyindirdiyi bu yolda çox şeylər var idi. Onlardan biri isar idi, onlardan biri səbr idi, onlardan biri təvəkkül idi. Biri yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, əmr-i biməruf, nəhyəz münkər. Ki İmam Hüseyin əleyhissalam əmr-i biməruf, nəhyəz münkər haqqında
çox, yəni o həddə gəlib çatmışdı ki, əmr bi məruf, nəhyəz münkər üçün canın da belə qurban verdi. Mən üzr istəyirəm sizdən bu sözümə görə ki, əmr bi məruf, nəhyəz münkərin mərhələləri var da, deyir, əmr bi məruf, nəhyəz münkər etdiyin halda, əgər bilirsən bu əmr bi məruf, nəhyəz münkərin sənin canına, malıva ziyanı varsa, sən onu etməyə bilərsən. Amma İmam Hüseyin əleyhissalam bilirdi ki, canına ziyanı var, bilirdi balalarına ziyanı var. Bu yolda bacardığından da artıq İmam Hüseyin əleyhissalam qurban verdi ki, əsl məsələ odur ki, insanları ayıltsın. Kərbəlanın özündə, üzr istəyirəm hacı, Kərbəlanın özündə neçə qrup insan vardı? Bir qrup insan var idi. Şimirin tərəfindən İmam Hüseyinlə vuruşurdu. Bir tərəfdə vardı, İmam Hüseynin dəstəsi idi. Amma bir qrupda var idi. Onlar da tamaşaçı idilər. Elə gəlmişlər tamaşaçı olmağa. O tamaşaçıların vəziyyəti nə yerdədir? Yəni, əmr bi məruf, nəhyəz münkər eləməyənlərin vəzifəsi nə yerdədir? İstəyirəm inşallah bu haqda siz əziz hacımızın fikirlərini bilək. Əvvəlcədən mən Rəmzi qardaşıma məxsusən təşəkkürümü bildirirəm. Allah razı olsun. Məhərrəm ayı ola insan qəmlənməyə, elə İmam Hüseyin məclisinə elə yaraşığı budur ki, orada Nuh'a oxunmalıdır. Kərbəlanın o yanan, ürəkləri yandıran səhnələrinə işarə olunmalıdır. Gözəl səsinə görə mən təşəkkür edirəm əziz qardaşım. Allah ömrdən nəfəsinə bərəkət versin. Allah pis gözlərdən qorusun inşallah. Amin inşallah. Deməli ağacan, gözəl vururladınız, elədim. Burada bir dənə fərqli nöqtə nədən ibarətdir? İmam Hüseyin əleyhissalam Yezidin atası Muaviyyət ibn Əbu Süfyanın vaxtında Kərbəla qiyamı kimi qiyam eləməmişdi. Bəli. Atasının vaxtında İmam Hüseyin əleyhissalam belə deyək, fiziki və belə deyək, inqilabi etirazdan, aksiyalardan, mitiklərdə iştirak eləməkdən kənarda oldu. Müxtəlif səbəbləri var idi. Bir səbəbi İmam Hüseyin əleyhissalamın onun atası Muaviyyəyə bağladığı əhd peymandır. Ona görə İmam Hüseyin əleyhissalam dedi, baxmayaraq ki, dostlarına dedi, baxmayaraq ki, mənim indi mövqeyim, bəli, açıq-aşkar yəni etiraz eləməkdir, amma mən qardaşımın əhdinə sadiqəm, biz kişi, belə bizim dilinəsi, biz kişi oğlu kişi, şərt bağlamışıq, əhd bağlamışıq, onlar naxələf də olsa, biz əhdi pozmayacaq. Onlara yaraşanda Peyğəmbər Əkrəm də elə olub, Əmir əl-Mümin Əli əleyhissalam, qardaşı Həsən və özü də İmam Hüseyin əleyhissalam bu işə bariz nümunədirlər. Muaviyyənin vaxtında İmam Hüseyin əleyhissalam Muaviyyəyə məktublaşması var. Mən çox istəyərdim işi, ümumiyyətlə. Mən burada indi o barədə geniş danışa bilmərəm, amma çox gözəl olardı ki, sırf belə bu mövzudan, çünki Kərbəlanın səhnəsinin yaranmasının gərək mənbəyinə qayıtmaq lazımdır. Nədən qaynaqlanırdı? Ora qaydanda artıq Yezid məsələsinə gələndə işlər açıq-aşkar aydın yəni həll olur və heç kəs də bunu iki ərəbin döyüşünə oxşada bilməz. Geri bu məsələ detallar açıllansın. İmam Hüseyin Muaviyyəyə yazışması var, məktublaşması var. İmam Hüseynin Muaviyyəyə etirazları var. Muaviyyə İmam Hüseyin ağanın mövqeyini bildiyinə görə vəsiyyətində də oğluna demişdi ki, oğlum 3 nəfərdən biri ki ona toxunma, hakimiyyəti ver, amma toxunma. Onları beyətə məcbur etmə, onlardan biri də Əlinin oğlu Hüseyndir. Bunu qətiyyən qarışma girən və mən bilirəm ki, bu sənin üçün ağır oturar. Lakin Yezid atasından fərqli olaraq əyyaş bir adam olduğuna görə siyasətdən tamamilə uzaq, sırf deməli, belə şəhvani, nəfsani ehtiyaclarını təmin eləməkdən ötürü hər bir şeyi ayaq altına qoyacaqdı və İmam Hüseyin ağa bilirdi ki, Yezid elə öz atasının zamanında sağ ikən, atasının sarayında özü açıq-aşkar şərab içən idi. O ümumiyyətlə dinin ayinlərini məhəl qoymayacaqdı. Bir insan ki, Xristian bir qadından tərbiyə alıbsa, o necə İslam müsəlmanlara rəhbər ola bilər? Bunu İmam Hüseyin açıq-aşkar bilirdi. Ona görə Vəlid Yezidin məktubunu Mədinədə İmam Hüseyin ağa üçün oxuyanda Həzrət buyurdu ki, وَلِلْإِسْلَامِ السَّلَامِ اِذْ قَدْ بُلِيَّتِ الْاُمَّةُ بِرَاعٍ مِثْلَ Yezid. Yezid kimi bir adam əgər müsəlmanlara, İslam cəmiyyətinə rəhbərlik eləcəksə İslamın fatihəsi oxunmuş deməkdir. İslamdan heç də qalmaz. Və İmam Hüseyin əleyhissalam, indi maraqlıdır. Bax, İmam Hüseyin əleyhissalam niyə
Hətta canından keçməyi də göz ardına aldı. Çünki Həzrət bilirdi ki, bu yol qurban vermədən mümkün deyil. Və mütləq Yezid kimi hakim yer üzündən silinməlidir. İndi qalsam nə gözəl, qalmasam da Allah qabağında ilahi vəzifəmi dolğun düzgün yerinə yetirim. Bəli, hamımız bilirik qeyri-bərabər döyüş idi. Yazırlar ki, yəni məşhur mənbələrə baxılan 155-ə yaxın İmam Hüseyinlə birgə insan var idi. 71 nəfər özü ilə orada yolda gələn, bəziləri yolda qoşuldular, bəziləri hətta Yezidin tərəfindən tövbə elədilər, Aşura günü gəldi İmam Hüseyinə tərəf 155-ə yaxın ad qeydi olunur. Laf tutayı 200-ə yaxın. Bu 200'e yakın insan da 200'den yukarı yazan olmayayım. Bu 200'e yakın insan qeyri-bərabər döyüşdə minimum 30 bindən ibarət qoşunla üz-üzə gəlir. Tarixdə 30 bindən yuxarı insan deyilib. İmam Hüseyin Aleyhisselam şəhid olan günü və səhərsi Şamdan və Kufədən dəstə-dəstə qoşunlar gəlib. Lakin onlar gəldilər, dedilər ki, bəs biz niyə Ömərsə? Deyib, yox, döyüşdə iştirak edə bilmirsiniz, qarətdə iştirak edə bilərsiniz. Qənimətdə iştirak edə bilərsiniz. İndi bir də qeyri-bərabər döyüşdür və belə deyək ki, döyüş qanun nəzəriyyəsi ilə qeyri-bərabər döyüşdə İmam Hüseyin Aleyhisselam o döyüş etibarindən deyirəm, yarım gün ərzində məğlub oldu. Amma biz deyirik onu qanan qılınca qələbə salan gün. Bu artıq başqa bir şeydir. İmam Hüseyin Aleyhisselam bu yolda canını, balalarını, hər şeyi verməyə hazırdır. Deməli, din İmam Hüseyin əgər bir şeyin barəsində canını verirsə, demək ondan müqəddəs yer üzündə başqa bir şey ola bilməz. Biz neyniyərik? Vətənimizi, Allah şəhidlərimizin ruhunu şad eləsin. Onların ruhunu bizim üçün duaçı eləsin. Onlar benim arzuları yox idi, ailə qursunlar, övlad sahibi olsunlar, gözəl karyera qursunlar. Evladlarının toyunda iştirak eləsinlər. Evladlarının toyunda iştirak eləsinlər. Xalqla bir yerdə sevinsinlər, gülsünlər, xalqa xidmət eləsinlər bir başqa yolla. Amma şirin canlarını verdilər. Ki, niyə görə daha dəyərli olan, işğal altında olan torpaqların düşmən tapdağından azad eləsinlər. Bundan da üstün bir dərəcə var. O da Allah dininin qorunmasıdır. Allah dininin qorunması üçün İmam Hüseyin cəddi Peyğəmbər Əkrəm kimi, anası Fatimə Zəhra kimi, Əli ibn Əbi Talib kimi, qardaşı İmam Həsən kimi bütün zəhəri, bütün acını dadmağa hazırdır ki, din aradan gedməsin. Bu günləri dünyanın bütün fərq eləmir. Təriqətindən, məzhəbindən, aslı olmayan bütün məktəblər, bu gün hər kəs ki, Allahdan başqa Allah yoxdur və Həzrət Rəsul-i Əkrəm onun elçisi deyirsə, o İmam Hüseynə borcludur. Yəni İslam olmayacaq. Yox idi İslam. Muaviyə çalışırdı ki, getsin din. Bir dəfə öz sahabəsi ilə, öz yaxını ilə danışır, əzan vaxtı işlərinə deyir, mən istəyirəm o kişinin adı geçsin. Hər şey eləmişəm. Düşmənçiliyi olma. Cümə gününü 3-cü gün qıldırmışam bu cəmaata. Amma bir də Muhammed adını, Allahümme sallallahu ala Muhammed, onu azandan çıxarda bilmirəm. Məni dərd eləyən odur. Mənim ürəyimi yandıran odur. Onu bacara bilmirəm. Çünki məcburdur. Əgər onu eləsə, İslam dövləti olmayacaq, müsəlmanların da əmiri olmayacaq. Gerək elan eləmədi ki, mən kafirəm. Amma övladı yox. İmam Hüseyin Aleyhisselam gördü, yox. Dinin heç bir qanunları qalmayacaq. Ona görə Həzrət böyük bir qiyamla canını bu yolda, balalarını bu yolda qurban verməklə razı oldu ki, din onun və şəhidlərin qanununa su varılsın. Bəli, mən istəyirəm sonda həmən bu dəyərlərə, Qurani dəyərlərə ki, İmam Hüseyin Aleyhisselam necə dəyər verirdi və Qurana bu cür xidmət eləyirdi, onların birinə işarə eləyəm. İmam Hüseyin Aleyhisselam Aşura günündə bir dənə kəlmə dedi. Dedi, kimin borcu varsa mənə şəhid olmasın. Çox mühüm bir məsələdir, Allah şahiddir. Yəni, kimin boynunda insanların haqqı varsa, haqqun nas deyirik də biz ona. Haqqun nas varsa, məni ilə şəhid olmasın. Yəni, haqqun nas boynunda olan insanı mən belə xilas eləyə bilmərəm. Yəni, bu əsl məsələ bilirsiniz nədir? Yəni, Peyğəmbər bunun üçün gəlmişdi. İnsanları bir-birinin haqlarına riayət etməyə vəzifəli olduqlarını göstərmək üçün gəlmişdi. Amma gəlmişlər, elə bir həddə gəlib çatmışdılar ki, siz təsəvvür eləyin ki, əgər bir insanı gedib yalandan ittiham eləsəydilər, bu şiyə deyil, o dəqiqə öldürürdülər.
Yəni həqqünnas deyilən bir şey yox idi. İmam Hüseyin əleyhissalam Kərbəlada Aşura günü göstərdi ki, yəni kim olursan ol, əgər o xəyaldasan ki, mən peyğəmbər balasıyam, elə insanların haqqına girim, mən nə bilim, belə deyək də, mən ağsaqqalam, mən nə bilim, filan işi görmüşəm, insanların haqqına girim, o səni xilas eləməyəcək. Çox mühüm bir şeydir. Sonda bu sözü istəyirəm, buradan dua kimi eləyəm. Bir nəfər gəldi Seyyid-i Şühədanın yanına, üzr istəyirəm əziz hacı sizdən. Gəldi İmam Hüseyin əleyhissalama dedi, ağa mənim bir qardaşım var. Ömər Sədin qoşunundadır. Elə istəyirəm o da burada olsun. Deyir İmam Hüseyin əleyhissalam dedi ki, bizi sevmir məyər? Dedi sevir. Dedi narahat olma gəlir. İmam Hüseyin əleyhissalam o imamət gözünün bir tərəfi ilə baxdı qoşuna. Deyir gördülər ayrılıb gəlir. Mən bu məclisimizin sonunda Allahdan istəyirəm ki, Allah o imamətin məhəbbət nəzərin bizlərin üstümüzdən, xalqımızın üstündən, Əhl-i Beyt sevərlərin üstündən, onlar ki ürəklərində Əli və övladı Əli məhəbbəti var, bir anda olsa ayrı salmasın. Mən sonda sözü verirəm əziz Əhl-i Beyt Rozaxanı Rəmzi Orucoğluna və sizlərlə sağollaşıram. Allah amanında Allah hər birimizi dünya və axirətdə Qur'an və Əhl-i Beytdən ayrı salmasın. Amin. Qəmxarinəm, ay Kərbəla, bimarinəm, ay Kərbəla, hər bir gecə sübhə kimi bidarinəm, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Ey məqsədi azadı qan, qəlbim olub hicrində qan, qıllam gecə gündüz fəqan, bimarinəm ay Kərbəla, 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 ay Kərbəla. Nam-ı Hüseyin zikrim mənim, Nam-ı Hüseyin zikrim mənim, qəbri Hüseyin fikrim mənim, Allah'a var şükrüm mənim, bimarinem ay Kərbəlam, mən razıyam canım verəm, qəbri əbəl fəzli görəm, nari fəraqi söndürəm, bimarinem ay Kərbəla, 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 ay Kərbəla. Səndə Hüseyin qanə batıb, haqqı deyib, haqqə çatıb, əsğər qucağında yatıb, bimarinem ay Kərbəla, 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 ay Kərbəla,
ay Kerbela. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا.